Niyə bəzi insanlar çox yesə də kökəlmir? Hamımızın ətrafında belə biri var. Nə qədər yeyir, amma çəkisi dəyişmir. Bəs o yeməklər hara gedir? Əvvəlcə bilməli olduğumuz şey, yediyimiz qida bədəndə yox olmur. Enerji qanunları burada da işləyir. Qidadan aldığımız enerji bədəndə əsasən bir neçə istiqamətə gedir. Birincisi, bazal metabolizm. Yəni biz heç nə etməsək belə, bədənimiz enerji sərf eləyir. Hansı ki, ürəyimizin döyünməsi, beynimizin işləməsi, nəfəs almağımız, hüceyrələrin yenilənməsi və bədən temperaturunun qorunması üçün. Gündəlik enerji sərfimizin böyük hissəsi əslində bütün həyati proseslərə gedir. İkincisi nədir bəs? Hərəkət. Və burada söhbət təkcə idmandan getmir. NEAT dediyimiz bir anlayış var, hansı ki Non-Exercise Activity Thermogenesis. İdmandan kənar gündəlik enerji sərfi. Gəzmək, ayaqda qalmaq, gündəlik kiçik hərəkətlər hamısı enerji istifadə edir. Araşdırmalar göstərir ki, bəzi insanlar artıq enerji qəbul etdikdə fərqində olmadan gündəlik hərəkətlər və enerji sərfi artır. Və hətta insanlara eyni miqdarda artıq kalori verdikdə belə hamının eyni çəki almadığı görülüb. Bəs üçüncüsü nədir? Həzm prosesi. Bəli, yeməyi həzm etmək belə enerji tələb eləyir. Buna qidanın termik effekti deyilir. Məsələn, proteinlərin parçalanması və istifadəsi zamanı bədən karbohidrat və yağlara nisbətən daha çox enerji sərf edir. Və ən sonda, əgər bütün proseslərdən sonra artıq enerji qalarsa, bədən onu ehtiyat kimi saxlayır. Əvvəl glikogen şəklində qaraciyər və əzələlərdə, uzun müddət artıq enerji olduqda isə yağ toxumasında. Yəni nə yesə də kökəlmir dediyimiz insanlarda yemək yox olmur. Sadəcə alınan enerji ilə xərclənən enerji arasında balans fərqli olur.